Salam. 2015-ci il qəbul imtahanı 1-ci qrup 1-ci variant suallarına baxırıq. 1-ci sualdan başlayaq. 1-ci sualımız y bərabərdir 2x kvadrat minus 12x funksiyasının artma aralığını tapın. Funksiyanın artma aralığını taparkən funksiyanın törəməsini sıfırdan böyük bərabər götürürük. Törəmə böyük bərabər 0. 2x kvadratının törəməsi verir bizə 4x, 12x'in törəməsi verir bizə 12 böyük bərabərdir 0. 4x böyük bərabərdir 12-dən, x-i böyük bərabərdir 3-dən. Aralığımız 3-dən müsbət sonsuzluğa. Düzgün cavabımız D variantı. İkinci sual. X plus y cəmi verilibdir. Modul ifadələrin cəmini 0-a bərabər veribdir. Modul ifadələrin cəmi 0-dırsa, deməli ifadənin hər biri 0-a bərabər olmalıdır. X minus A plus 3 bərabərdir 0. Y plus B minus 13 bərabərdir 0. Sistemi alıb tərəf-tərəfə toplasam, verir bizə belə. X plus Y plus B minus A 3 ilə də mənfi 10 üçün cəmi verir bizə. Mənfi 10 bərabərdir 0. X plus Y-in yerinə 5 yazsam, 5 plus B minus A minus 10 bərabərdir 0. B minus A-nı saxlasam, demək, sağa keçirsəm, olur A minus B bərabərdir mənfi 5-ə. Düzgün cavabımız D variantı. Üçüncü sual. Sinus üstü 6 alfa plus kosinus üstü 6 alfa bərabərdir 4-də 3 olarsa, 6 kosinus 4 alfanı hesablayın. Kublar cəminin törəmə düsturunu tətbiq edəcəyim. Verir bizə sinus kvadrat alfa plus kosinus kvadrat alfa kubu çıxılsın. 3 vurulsun sinus kvadratı alfa kosinus kvadratı alfa. Bir də mötərizədə sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Deməli, bu ifadə verəcəkdir bizə 1 çıxılsın 3 sinus kvadrat alfa kosinus kvadrat alfa vurulsun mötərizənin içərisindəki ifadə də 1-ə bərabərdir. Bərabərdir 4-də 3-ə. Buradan 3 sinus kvadrat alfa kosinus kvadrat alfa bərabərdir 1-dən 4-də 3 çıxanda 4-də 1 verəcəkdir. Sinus kvadrat alfa 3'e də bölsək verir bizə sinus kvadrat alfa kosinus kvadrat alfa bərabərdir 3'e bölsək verir bizə 12'də 1. Sinus kvadrat alfa kosinus kvadrat alfanı biz 4'də 1 sinus 2 alfa sinus kvadratı 2 alfa kimi yazsaq bərabərdir 12'də 1'ə. Sinus kvadratı 2 alfa bərabərdir 12'də 1'i 4'də 1'ə böləndə verir bizə 3'də 1. Dərəcəni aşağı salsam, sinus kvadratı 2 alfa, 2'də 1 plus 1 minus kosinus 4 alfa verəcəkdir. Bərabərdir 3'də 1. 1 minus kosinus 4 alfa bərabərdir 3'də 1'i 2'də 1'ə böldükdə verir bizə 3'də 2. Kosinus 4 alfa da bərabərdir 1'dən 3'də 2 çıxanda verir bizə 3'də 1. 3'də 1. Deməli, kosinus 4 alfa 3'də 1'dirsə, bax burada, kosinus 4 alfa 3'də 1'dirsə, 6 vurulsun, kosinus 4 alfanın yerinə 3'də 1 yazıram, bərabərdir. İxtisarlarımız getdi 2. Düzgün cavabımız C variantı. Dördüncü sual. Limit. X yaxınlaşır 1'ə. 7 minus 5x minus x kvadrat. Bu ifadənin qiymətini hesablayın. Deməli, birinci ifadədə bərabərdir 1. Düzgün cavabımız 1 C variantı. Bəli, doğrudur. X kvadrat minus 6x plus 8 bərabərdir 0. X minus 4, x minus 2 bərabərdir 0. X birimiz 4, x ikimiz isə 2'yə bərabərdir. Deməli, A çoxluğunun elementləri 2, 4'dür. B çoxluğu isə 5'dən kiçik cüt natural ədədlər çoxluğu, 5'dən kiçik cüt natural ədədlər çoxluğu 2, 4'dür. Hansı bərabərlik doğrudur? A ilə B-nin birləşməsi A bərabərdir B-yə. Düzgün cavabımız C. 6-cı sual.
0 kiçikdir x, o da kiçikdir 1 olarsa hansı ifadənin qiyməti ən kiçik olar? Deməli, ədədimiz düzgün kəsirdirsə, kəsirin qüvvəti böyüdükcə kəsir kiçilir. Demək ki, burada ən kiçik ədəd x kubudur. B variantı. 7-ci sual. Dairənin radiusunu 4 dəfə azaltsaq sahəsi necə dəyişər? Dairənin sahəsi pi r kvadratdır. Radiusu 4 dəfə azaltsaq olur r bölünsün 4-ün kvadratı vurulsun pi s bərabərdir. O da verir bizə pi r kvadrat böl 16. Deməli, radius 4 dəfə azalsa sahə 16 dəfə azalacaqdır. C variantı. 8-ci sual. Mənfi 5a plus a kvadrat minus 4a plus 4 kəsirini ixtisar edin. Bərabərdir. Məxrəc a minus 2-nin mötərizə kvadratıdır. Surətdə də mənfi 5 çıxarsaq a minus 2. A minus 2 ilə kvadrat ixtisar gedəndə qalır mənfi 5 a minus 2. Cavabların içərisində belə cavab olmadığından bu mənfi məxrəcdəki kəsirə təsir edir. 2 minus a da 5. Düzgün cavabımız C variantı. Bərabərdir. Surəti sadələşdirsək, 1-i göstərsəm sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Sinus 2x'i göstərsəm 2 sinus x kosinus x. Kosinus 2x açsam kosinus kvadrat x çıxılsın sinus kvadrat x. Deməli, mənfi müsbət getdi. İxtisar getdi. Surətdə nə qalıb? 2 kosinus kvadrat alfa plus 2 sinus x kosinus x. Məxrəcdə də sinus x plus kosinus x. Surətdə ortaq çıxartsaq kosinus x-i, 2 kosinus x-i çıxartsam qalır kosinus x plus sinus x. Məxrəcdəki də sinus x plus kosinus x. İxtisarlarımızı aparsaq, ifadəmiz bu şəklə düşür. İntegral pi bölü 6-dan pi bölü 2-yə kimi 2 kosinus x bərabərdir. 2-nin integralı xaricini çıxarda bilərəm və yaxud da ki, kosinusun x-in ibtidaisi verir bizə sinus x. 2 sinus x. Sərhədlər 30 dərəcədən 90 dərəcəyə, dərəcəni yazın, bərabərdir. İndi 2 mötəriz açıram və fərq yazacağım. Bir dəfə sinus x-in yerinə 90, 2-ni vuruq kimi də çıxarda bilərdim, amma yazıram da neysə. Sinus 90, bir də 2 sinus 30. 30 bərabər. Sinus 90 1 verir, 2-ni 1-ə vuranda 2. Sinus 30 2-də 1 verir. 2 vurulsun, 2-də 1 bərabərdir. İxtisarlarımız getdi, 2-dən də 1 çıxanda 1. Düzgün cavabımız 1Y variantı. 10-cu sual. Vektorların koordinatlarını tapın. OM və ON vektorlarının cəminin koordinatlarını tapın. Birinci ON'in komponentlərini yazaq. ON vektorunun komponentləri. Demək, 5-dən 0 çıxdıq deyə bunun ki, mərkəzi 0, 0-dır da. 5-dən x 2-dir də. Bax, bunun koordinatı 2, 5-dir. 2-dən 0 çıxdıq 2. 5-dən 0 çıxdıq 5. O, M-in komponentlərinə baxaq. Burada yenə mərkəz 0, 0-dır. Bunda koordinatları x-i mənfi 5-dir, y-dən mənfi 1-dir. Mənfi 5-dən 0 çıxdıq, mənfi 5. Mənfi 1-dən 0 çıxdıq, mənfi 1. Bunların cəmini istəyir. Cəm vektorlarda toplasaq, ON plus OM vektoru bərabərdir. 2-nin üstə mənfi 5 gələndə, mənfi 3, 5-in üstə mənfi 1 gələndə verir bizə 4. Mənfi 3, 4, düzgün cavab Y variantı. 11-ci sual. Y bərabərdir 2kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə K-nın B-nin işarəsini müəyyən edin. Absis oxunun müsbət istiqaməti ilə iti bucağı əmələ gətirirsə, K böyükdür 0-dan. Funksiyanın qrafiki gedib
y oxunu mənfi hissədə kəsirsə, b də sıfırdan kiçikdir. Deməli, k böyükdür 0, b kiçikdir 0. Düzgün cavabımız A variantı. 13-cü sual. Z kompleks ədədi üçün 3Z çıxılsın Z-in qoşması bərabərdir mənfi 2 plus 4i. Olarsa Z üstü 12-ni hesablayın. Z üstü 12-ni hesablayın. Biz bilirik ki, kompleks ədədin düsturu bu da A plus BI. Z-in qoşmasının qayd düsturu isə A minus BI. Getirib yerinə yazsaq, 3 vurulsun. A plus BI çıxılsın A minus BI bərabərdir mənfi 2 plus 4i. Sadələşdirsək, 3A plus 3BI çıxılsın A üstə gələk BI bərabərdir mənfi 2 plus 4i. 3A'dan A çıxdıq, verdi bizə 2A plus 4BI bərabərdir mənfi 2 plus 4i. Bu ifadədə həqiqi hissə mənfi 2-yə bərabərdir, xəyali hissə isə 4-ə bərabərdir. Deməli, buradan 2A bərabərdir mənfi 2 və 4B bərabərdir 4-ə. A bərabərdir mənfi 1, B bərabər isə 1-ə. Kompleks ədədimiz bu şəkildə olacaqdır. Mənfi 1 plus i, 1i. İndi bunun üstü deyir 12-ni hesablayın. 12-ni hesablayaq. 12-ni hesablamaqdan ötürü ilk öncə bunu kvadratı üstə 6 kimi yaza bilərik. Mənfi i plus 1 üstə gələk i-nin kvadratı üstə 6 kimi hesablayaq. Birinci bunun üçün sadələşdirsək, mənfi 1-in kvadratı verir bizə 1, i-nin kvadratı verir bizə mənfi i, mənfi 1, birincinin ikinciyə vurmasını 2 misli minus 2i üstü 6. Bərabərli birlər islah getdi. Mənfi 2 üstü 6. Mənfi 2 üstü 6 verir bizə 64. I üstü 6 da verir bizə mənfi 1. I üstü 6-nı hesablasaq, I üstü 6. 6-nı 4-ə bölsək, verir qalıq bizə 2. I-nin kvadratı da verdi bizə mənfi 1. Burada vuraq mənfi 1-ə. O da verir bizə mənfi 64. Düzgün cavabımız B variantı. 13-cü sual. Z kompleks ədədi üçün 3Z çıxılsın Z-in qoşması bərabərdir mənfi 2 plus 4i. Olarsa Z üstü 12-ni hesablayın deyir. İlk növbədə kompleks ədədin düsturunu yazsaq, A plus B kompleks ədədin qoşmasının qaydası A minus B idi. Deməli, yerinə yazsam 3Z-in yerinə A plus B-i, qoşmasının yerinə isə A minus B-i yazsam, bərabərdir mənfi 2 plus 4i. Vurub açsaq 3A plus 3B-i minus A plus B-i bərabərdir mənfi 2 plus 4i. 3 A-nın A-nı çıxsa verir bizə 2A plus 4B-i bərabərdir mənfi 2 plus 4i. Kompleks ədəddə həqiqi hissə 2A bərabərdir mənfi 2-yə, 4B də bərabərdir 4-ə. A bərabərdir. Həqiqi hissələri 1-i bərabər götürdüm. Xəyali hissələri isə 1 bərabər götürdüm. A bərabərdir mənfi 1, B bərabərdir 1-ə. Kompleks ədədimiz bu şəkildə düşəcəkdir. A plus B-i mənfi 1 plus 1i. 1i. Belə olur da mənfi 1 plus i. Mənfi 1 plus i üstü 12-ni hesablayaq. Bu z üstü 12-ni mən z üstü 2 üstü 6 kimi hesablaya bilərəm. Z-in kvadratını tapaq. Bax, bu ifadəni kvadrata yüksəltsək, alırıq nə? Birincinin kvadratı plus ikincinin kvadratı mənfi 1 verir. Plus minus birincinin ikinciyə vurma hasilinin 2 misli. Verəcəkdir bizə minus 2i. Bərabərdir. Mənfi 1 müsbət 1 getdi. Mənfi
2 i üstü 6 qalır. Bərabərdir. Mənfi 2 üstü 6 verir bizə müsbət 64. i üstü 6. i üstü 6 bərabərdir. i üstü 2 üstü 4. Üstü 3 bərabərdir. i'nin kvadratı mənfi 1. Mənfi 1'in də kubu verir bizə mənfi 1. Bunu da yerini yazsa mənfi 1 bərabərdir. Mənfi 64. Düzgün cevabımız mənfi 64. B variantı. 14. sual. Çevrə xaricində çəkilmiş düz bucaqlı ABC iş bucağında bucaq C 90, B'də 3. 3 verib bizə, D-anı verib bizə 10. Çevrənin uzunluğunu istəyir. Biz bilirik ki, çevrə xarici ilə götürülmüş nöqtədən çevrəyə çəkilmiş toxunanlar bərabərdir. Bu hissə 3-dürsə, bu hissə 3-ə bərabərdir. Bu hissə 10'dursa, bu hissə 10'a bərabərdir. Verilməyən hissələr isə x yazsaq, düzbucaqlı üçbucağın xassəsini tətbiq etsək. Demək, katetlərin biri x plus 3'dür. Digər katet x plus 10'dur. Hipotenusumuz isə 13'ə bərabərdir. Pifaqor teoremini əsasən x plus 3'ün kvadratı plus x plus 10'un kvadratı bərabərdir 13'ün kvadratına. Buradan da alırıq ki, x'imiz 2'ye bərabərdir. 2'ye bərabərdir. 2'nin üstü 3, 5, 12, cəm 13 verəcəkdir. Bizə deyir ki, çevrənin uzunluğunu tapın. Çevrənin əgər, üçbucağın əgər daxilinə çevrə çəkilmişsə, bax buradan bu hissələri biz tapmışıq 2. Onda radiusumuz da 2'ye bərabərdir. Radius 2'dirsə, çevrənin uzunluğu 2 pi r, o da bərabərdir 2 pi vurulsun 2 verir bizə 4 pi. Düzgün cevabımız Y variantı. 15. sual. Sinus 2x'in yerinə biz burada qiymətlər çoxluğunu tapmaq üçün mənfi 1 yazacaq. 1 çıxılsın. Sinus 2x'in yerinə bax mənfi 1 yazacağım. Bir dəfə də müsbət 1 hesablasaq. 1 çıxılsın. Mənfi 1, 2 üstü 1 çıxılsın müsbət 1. Verir bizə 2 üstü 2 verir bizə 4. 2 üstü 0 da verir bizə 1. Düzgün cevabımız 1-4 aralığı olacaqdır. Yəni bax buradakı sinus x'in yerinə mənfi 1, müsbət 1 yerini yazdıq və funksiya. 16. sual. Ölçüləri A bərabərdir 5, B bərabərdir 9, C bərabərdir 10 olan düzbucaqlı paralelipipedin səthinin sahəsini hesablayın. Paralelipipedin tam səthinin sahəsi S tam bərabərdir 2 vurulsun AB, AC plus BC. Yerinə yazsaq ifadələri AB verir bizə 45 plus AC verir bizə 50 plus BC verir bizə 90 bərabərdir 2 vurulsun 140-185. Bu da bərabərdir 370. Düzgün cevabımız Y variantı. 17. sual. Bərabərsizliyini həll edin. Bərabərsizliyinin hər birinin ədəd oxunda sıfırlarını qeyd edək. Demək, sıfırı qeyd edək. Bir də kökün daxilini sıfıra çevirən qiymətlər mənfi 4, müsbət 4. Müsbət 4. İntervallara ayırsaq, sınaq nümunələri qoyaq, yoxlayaq. 4-dən böyük qiymət qoysaq, kökün daxilini ödəməyəcəkdir. 0 ilə 4 aralığı ödəyir. 0-4 aralığında ifadə ümumilikdə mənfiyə çevrilir. Ona görə ödəyən bax bircə bu aralıq olacaqdır. 0-4 aralığı. Düzgün cevabımız A variantı. 18. sual. Konusun doğranı 10, oturacağının radiusu isə 8'dir. Oturacağı verilmiş konusun oturacağı ilə eyni hündürlüyü isə onun hündürlüyündən 2 dəfə kiçik olan konusun həcmini tapın. Konusun doğranı 10'dur, oturacağın radiusu isə 8'dir. Konusun hündürlüyünü tapsaq, Pifaqor teoreminə əsasən h bərabərdir 10'un kvadratı çıxılsın 8'in kvadratı verəcəkdir bizə 6.
Oturacağı verilmiş konusun oturacağı ilə eyni. Yəni oturacağın radiusu 8-dir. Hündürlüyü isə onun hündürlüyündən 2 dəfə kiçik. Bu deyək h1 bərabərdir 6/2 bərabərdir 3. Hündürlüyü isə 3-ə bərabər olan konusun həcmini istəyir bizdən. Konus bir tamamlasaq. Konusun həcmi v bərabərdir 1 pi r kvadrat vurulsun h-dır. 1 pi r'miz radiusumuz 8'dir. 8'in kvadratı 64. H'ımız isə 3'ə bərabərdir. İxtisarlarımızı aparsaq verir bizə 64 pi. Düzgün cavabımız A variantı. 2 logaritma 3 əsasdan 4 minus x'in kvadratı. Minus x vurulsun logaritma 3 əsasdan 4 minus x bərabərdir 0. Bunu bir t ilə əvəz etsək, 2'ni qarşıya gəlsək, verir bizə nə? 4 logaritma 3 əsasdan 4 minus x plus x logaritma 3 əsasdan 4 minus x bərabərdir 0. Burada logaritma 3 əsasdan 4 minus x'i ortaq çıxartsam, qalır orada 4 plus x bərabərdir 0. Tənliyimiz bu şəkildə düşür. Logaritma 3 əsasdan 4 minus x bərabərdir 0. Bir də 4 plus x bərabərdir 0. X bərabərdir -4'ə. Burada 4 minus x bərabərdir 3 üstü 0. 4 minus x bərabərdir 1'ə. X də bərabərdir 3'ə. Tənliyi həll edin. Tənliyin həlli biri verdi bizə 3, biri verdi bizə -4. -4 ödəyirmi? Düzgün cevap x bərabərdir 3'ə. Çünki -4 yazsam, bax bu 2'ni qarşıya keçirsəm, bax bu ifadədə -4 yazsam, verəcəkdir bizə -8. Logaritmalı ifadədə mənfi ola bilməz. Ona görə də düzgün cavabımız 3D variantı. 20-ci sual. X, y çıxılsın y, x çıxılsın x bərabərdir 4. X plus y cəminin ən böyük qiymətini istəyir. Açsaq bunu 10x plus y eləyir. Minus y. Burada da 10y plus x minus x bərabərdir 4. Y-lər islah getdi. Qaldı 10x bölünsün 10y bərabərdir 4. X bölünsün y bərabərdir 4. X bərabərdir 4y. X plus y-in cəminin ən böyük qiymətini istəyir bizdən. Demək, x'in yerinə 1 yazsam, x bərabərdir 4. X 4k'dır, y 1k'dır. X buradan 4k'dır. Y də 1k'dır. Burada k'nın yerinə 1 yazsam, demək, y 1 olanda x verir bizə 4. Y 2 olanda x verir bizə 8. Y-in yerinə 3 qoysam, artıq burada x olacaqdır 12. O da ödəmir. Niyə? Çünki burada 2 rəqəmli ədəddə x ilə y rəqəm olmalıdır. Bizdən də burada x plus y cəminin böyük qiymətini istəyir. Əgər kiçik qiymət istəsəydi 1 ilə 4-ün cəmini götürərdik. Böyük qiymət soruşduğuna görə 2 ilə 8-in cəmi verəcəkdir bizə 10. X plus y cəminin ən böyük qiyməti verir bizə 10. Düzgün cavabımız A variantı. 21-ci sual. Tərəfi 4 kök 2 olan kvadratın müstəvisi üzərində olmayan nöqtədən kvadratı tərəf 4 kök 2-dir. Üzərində olmayan nöqtədən kvadratın təpələrinə qədər məsafələr 5-dir. Bu nöqtədən kvadrat müstəvisinə qədər məsafəni istəyir. Bax, bura qədər məsafəni istəyir. Kvadratın diagonalını çəksəm, kvadratın diagonalı
4 kök 2. Kvadratın diagonalı A kök 2'yə bərabərdir. Deməli, D bərabərdir 4 kök 2'nin kök kümisli. Bu da verir bizə 8. Diagonal 8'dir. Kvadratın diagonalları kesişir. Kesişmə nöqtəsində yarıya bölünür. 8'dirsə, bura verəcəkdir bizə 4. Burada bir düzbucaqlı üçbucaq görürük. 5, 4. Hündürlüyü də tapsam, bax bu hündürlüyü. H bərabərdir kökdə 5'in kvadratı minus 4'ün kvadratı verir bizə 3. Düzgün cavabımız 3, B variantı. 22. sual. 7 sinus x plus 9 kosinus x bərabərdirsə, S böyükdür 0'dan. Tənliyinin həllin varlığı üçün S-nin ala biləcəyi ən böyük tam qiymətlə ən kiçik tam qiymətin fərqini tapın. Bizim düsturumuz var. Fx bərabərdir A sinus x plus B kosinus x funksiyasının qiymətləri çoxluğu. Mənfi kökdə A kvadrat plus B kvadrat. Tamam. Kökdə A kvadrat plus B kvadrat. Bu aralığı ödəməlidir. Burada A-nın yerinə 7 durur, B-nin yerinə 9 durur. Onda olur belə. Mənfi 7'nin kvadratı plus 9'un kvadratı. Bir də müsbət 7'nin kvadratı plus 9'un kvadratı. Burada da şərtimiz var. Mənfi 130, bir də müsbət 130 aralığında olmalıdır. 130. Mənfi 130 verir bizə mənfi 11 tam nə qədər? Müsbət 130 verir bizə müsbət 11 tam nə qədər? Ancaq burada şərtimiz var. S sıfırdan böyük olmalıdır. Deməli biz burada 0 bir də 11 tam nə qədər olmalıdır? Burada ən kiçik tam həlli verəcəkdir bizə 1. Ən böyük tam həlli isə 11 verəcəkdir. Ən kiçik, ən böyük. Bunların da fərqi 11 minus 1 bərabərdir 10. Düzgün cavabımız 10 olacaqdır. 23. sual. Trapesiyamızı çəkək ilk öncə. Trapesiyamızın diagonalları qarşılıqlı perpendikulyardır. Mən buradan, bax, məndən bu hissəni istəyir. AB-ni verib bizə 18, AD-ni verib bizə 12. Bu düz bucaqdır. Mən paralel çəksəm, 2 paralel kəsən olduğundan, bax, bu bucaqda düz bucaq olacaqdır. Bax, paralel, bu da kəsəndir. Bura 90'dırsa, burada 90 olacaqdır. Burada mən belə bir düz bucaqlı üç bucaq yaratdım, bax, burada. Bura x-dirsə, burada x verəcəkdir. Düzbucaqlı üçbucaqlı metrik münasibətlərinə görə h kvadrat bərabərdir mn. Burada 12'nin kvadratı bərabərdir x vurulsun 18. X bərabərdir 144'ü 18'e böləndə verəcəkdir bizə 8. Düzgün cavabımız 23. sual 8. 24. sual. Eyni məhsuldarlıqla işləyən 30 traktor müəyyən bir sahəni 13 günə şumlaya bilir. Traktorun sayını 30% artırsaq, 30'un 30%, ona bölüb 3'ə vursaq 9, artırsaq verir bizə 39 traktor. Həmin sahə neçə günə şumlana bilər? Traktorların sayı artdıqca gün sayı azalmalıdır. Deməli, bu tərs mütənasib kəmiyyətdir. Paralel qaydanı tətbiq etsək, 39x bərabərdir 30 vur 13. İxtisar aparsaq, x bərabərdir 10 günə. Düzgün cavabımız 10. 25. sual. 25'te bərabər yanlış bucağın tərəfləri 4-8'dir. Bərabər yanlış bucağın tərəfi 4-8'dirsə, deməli 4 oturacağına yazmalıyam. 8 isə yan tərəflərinə yazmalıyam. Çünki əksinə etsəm, üç bucaq bərabərsizliyini ödənmir. Perimetr verəcəkdir bizə 20, oturacağı verəcəkdir bizə 4. Deməli, 1'ə uyğun oldu A və Y. 2'nin uyğunluğuna baxaq. Üçbucağın bir tərəfi digər iki tərəfindən 2 dəfə böyükdür. Deməli, bura x-dir. X, 2x.
Onların fərqi deyir bizə 5'dir. Fərq 5'dirsə 2x'dən x çıxdıq 5. Deməli bura 5'dir. Bura verir bizə 10. Bu hissədə verir bizə 10. Perimetr verəcəkdir bizə 25. İkinciyə B uyğun olacaqdır. Üçüncüyə baxaq. Bərabər tərəfli üçbucağın hündürlüyü 5 kök 3'dür. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bir-birinə bərabərdir. A, hündürlük də bərabərdir. A kök 3 bölünsün 2. Deyir bərabər tərəfli üçbucağın hündürlüyü 5 kök 3'dür. Kök 3'lər getdi. A bərabərdir 10'a. A 10'dursa üçbucağın perimetri 30 olacaqdır. Üçbucağın sahəsi. Sahə isə S bərabərdir. A kvadrat kök 3 bölünsün 4 bərabərdir. A'nın yerinə 10 yazsam 100 kök 3 böl 4 verəcəkdir bizə 25 kök 3. Üçüncüyə də uyğun olacaqdır. C və D. Bu qədər.